maraqlıdır. 2 katibəm var, heç bir də yerində yoxdur. İş dalınca göndərmisən? Yaxşı sualdır. Mən özüm də bir adam olaraq axtarıram. Əvvəl birincisi peyda olur, sonra da ikincisi. İndi isə ikisi də qeybə çəkilib. Necə yəni qeybə çəkilib? Anlar, bu biabırçılığa son qoymaq lazımdır. Düz deyirsən. Onsuz da onların ikisindən də bezmişəm. Onları işdən qovmaq lazımdır. Hansını qovmaq istəyirsən ki? Fatiməni. Yox. İkisini də işdən qovacağım. O sənin rəfiqan var ha, Gülə. Onu da göndərəcəm bir dəfəlik məzuniyyətə. Maaşla kəsəcəm ki, ayağı bir də bu tərəflərə dəyməsin. Əzizim, əvvəlcə dəqiqləşdir ki, kimi qovmaq istəyirsən? Fatiməni. Fatiməni qovacağım. Bu mənim son qərarımdır. Əzizim, mən səni alqışlayıram. Əla qərardır. Sən axır əvvəl o kətçinin ayağını buradan kəsməliydin. Sevirəm səni. Ay qız, bu nə sifətdir? Sil gözlərinin yaşını. Gedək kafeye. Sənə əla xəbərlərim var. Kızlar, xeyir ola sizdən. Necə bura yığışmısınız? Maliyə görə. Ona kömək eləməliyik Nazı. İndi birazdan yoldaşı gəlməlidir, alimenti gətirməlidir. Oy, ha. Keçmiş yoldaş. Lalə, siz axı elə boşanmamısınız. Həm də ki, nə də olmasa uşaqlarının atasıdır da. Biraz vaxt keçsin, ara soysun, bəlkə barışdınız. Heç vaxt. Mən də heç vaxt onunla barışmayacağım. Özgəsinin artığına qalan əclaf. Ay qız, eşidib eləyən olar. Barışmırsınız, barışmayın da. Anar müəllim, bugün olanlara görə sizdən çox üzr istəyirəm. Söz verirəm, bir də belə şeylər təkrarlanmayacaq. Əlbəttə olmayacaq. Heç olmasa sualıma cavab verin. Necə fikirləşirsiniz? Mənə 2 katibə lazımdır, yoxsa yox? Niyə susursunuz? Bugünə qədər şirkətim üçün elədiklərinizə görə sizə təşəkkür edirəm, çox sağ olun. Amma bugündən etibarən siz bu şirkətdə işləmirsiniz. Narahat olmayın, maaşınızı alacaqsınız. Ayın axırına bir həftə qalsa belə. Anar müəllim. Olar sizdən bir söz soruşum. Siz məni işdən atamın bura gəldiyinə görə qovursunuz. Atanız? Mən atamla bağlı problemi həll elədim. Söz verirəm, belə şeylər bir də təkrarlanmayacaq.
Bunun mənə dəxli yoxdur. Yaxşı, eğer problem benim gecikməyimdədirsə, onu da sizə izah eləyə bilərəm. Yox, lazım deyil. Mənə heç nə izah eləməyin. Mən qərarımı vermişəm. Mən bir dəfə verdiyim qərarı 2 dəfə vermirəm. Anar müəllim, Xudafiz. Sağ ol. Yubanırsan. Tıxaca düşmüşdüm. Amangilin evinin yanında. Bu nedir? Kızlar bir buna bakın. Nədir ki, puldur da. Sənin mağazalarda düşmən malı kimi göyə sovurduğun pul. Pul? Bu puldur yoxsa gündəlik xərc? İmkanım nəyə çatır onu da verirəm. İmkanı. Yalan deyirsən. Bəs o pırpız başı restoranlarda gezdirəndə pulun var. Amma uşaqlara qəpir quruş gətirirsən. Səhvin var, o pırpızbaş deyil. Özünü ələ al ha. Birdən ağlayıb eləyərsən. Hə, Ulayla, möhkəm dayan. Biz səninləyik. Al, götür, apar ver gözəlçəni. Mənə lazım deyil.
Sen beni ne hesap edirsən, ha? Benim qürurum var. Lale. O da Zeynep gedi. Görme isterim onu Satkı'nın biri Satkı. Sakitləş. Dedim axı ağlama. Ben buna göre gecikmiştim Ömer müəllim. Xudahafiz. Bu ki biznes plandı. Siz bunları necə çatdırmısınız? Rəqəmlərə bax. Bu hesablamalar sizdə hardandır? Ben maliyyə şöbəsi ilə əlaqə saxladım. Sonrubə aid olan bütün məlumatları onlardan götürdüm. Ve sonra bu hesablamaları apardım. Hesablamalar maraqlıdır. Ben gedə bilərəm. Əlbəttə gedin, gedin. Onda əlvida. Əlvida. Necə yəni əlvida? Fatimə. Fatimə, gəl nəyləşin. Deməli belə. Bu dəqiqə qayıdırsınız öz iş yerinizə. Oturursunuz, gözləyirsiniz. Vaxtınız boş keçməsin deyənə çay için, kofe için Gülə sizə yaxından köməklik eləyəcək. Saat 12'ye qədər gözləyin. Sonra sizinlə vacib söhbətim var. Oldu Ömer müəllim. Oy qızlar. Sizə baxıb lap heyrətlənirəm ya. Vallahi. Deyirəm indi heç adamlara inam etibar qalmayıb. Benim əhvalatımdan sonra bu denayete geldin. Lale'ye ne olub ki? He? Ay qız, Lalənin ərini günün gün orta çağı həyasızın biri qamarlayıb. Təsəvvür edirsən? Necə yəni qamarlayıb? Bu necə olur He? Olur, alanda olur. O leçer göz qaş eləməsəydi, o hiç vaxt ona göz qaş eləməzdi. Bilirsiniz, evliliğimizin ilk vaxtları çok xoşbəxtiydi. Biz birbirimizi çok sevirdik. Sonra 2 gül balamız dünyaya geldi. Bundan güzel ne olabilir ki? Xoşbəxt bir aile. Hamının qıpta eləyə bir aile. Ama her şey o leçerin hayatımıza daxil olmağıyla devam etti. Zaur işten gec gelmeye başladı. Sonra da gece növbələri. Halbuki evveller böyle şeyler yok idi. Hiç özüm de hiss eləmədən. Gün be gün ailemi yitirmeye başladım. İndi ise bizi hiç saymır. Düşüp o pırpız baş leçenin dalıcı. Keyfini çekir. Eybi yox. Yaxşı da üzmə özünü. Güya indi hansı kişiyə inanır?
inam etibar var ki. Aha. Mənim nənəm rəhmətlik deyirdi ki, kişilərin hamısı bir bezin qırağıdır. Allah ona rəhmət eləsin. Amma indiki kişilər qarşılarında bir silikon dodaqlı, silikon yanaqlı qız görəndə o dəqiqə ağızlarını suya atır. Lalə, incimə, amma günah səndədir. Hada? Sən axı niyə o gün o pırpız başını saçından tutub sürümədin, hə? Sağ ol Fatimə. Bizim kənddə özgə ərinə baxan arvadı bütün eldə biyabır eləyərdilər. Ondan sonra qadın xeylağı bir də cürət elib ayağını tərs qoymazdı. Ay qız, bəsdir sən mənim canım. Bu dəqiqə xəyanət elə adiləşib ki, onda gərək hər dəqiqə Bakıda qırğın olsun. Ki, niyə mənim kişimə göz qaş eləyirsən? Qadın kişi nə deyir? İndi kişilər kişilərə göz qaş eləyir. Estağfurullah. Hə. Qızlar, sizə bir söz deyim. Layla, sənin şefin deyəsən Gülyanı yoldan çıxarır ha. Ya da ki, əksinə. Ha, təzə xəbər. Gülə nə vaxt yolda olub ki? Mən İlqar müəllimə təəccüblənirəm. Malacısı ya, ay qız Gülə. Ağzını tadın bilir. Vallahi. Belədir də, nə bilim. Amma deyirəm ki, İlqar müəllim hara? Gülə hara? Qızlar, ay qızlar. İlqar müəllimi heç kim tora sala bilməz. O kimi istəyirsən tora salar. Şef mənim də tanıyıram da. Öz gözlərimlə gördüm. İkisi də şirkətdən çıxıb maşına minib bir getdilər. 100% gecəni də bir yerdə keçirdik. Ay qız, nə bilirsən? Çünki bugün ikisi də işə gec gəlmişdi. Ona görə. Deyirəm, görəsən bu Bakı şəhərində həm imkanlı, həm ağıllı, həm də etibarlı bir kişi qalıb ya yox? Yox deyəsən. Çünki etibar sözü bizim kişilərin hamısının dilinə çox ağır gəlir. Göstəricilərə əsaslanaraq nəticə hissəsində iqtisadi normalara uyğun qeydlər edib. Afərin. Halal olsun. Savadlı işdir. Bu biznes planı kim hazırlayıb? Səncə kim hazırlaya bilər? Bircə o Gülyan adını çəkmə. O qıza qarşı allergiyam var. Həm də bu biznes plan o Gülü üçün Misir hierogliflərindən başqa bir şey deyil. Yaxşı, onda kim? Əlbəttə ki, Fatimə. Həm çap eləyib, həm də sənədlərin arxasına elektron versiyanı qoyub. Bax, buna deyərəm, əsl peşəkar. Mən də onu işi neysə, yaxşı ötüşdük. Afərin. Doğrudan da ona halal olsun. Qız kəllədir. İnanırsan, bütün bunları bir günə hazırlayıb. Mən inana bilməm. Gəlin. Gəlmək olar. Gəlin Fatimə. Bağışlayın, sizi gözlətdim. Bilirəm, sana Donke danışmışdıq. Sadəcə olaraq İlqarla biznes planı başımıza o qədər qarışdı ki, heç özümüzlə nahar eləməmişik. Siz çay içdiniz? Bəli, nahar da eləmişəm. Əla. Keçin əyləşin. Mənim də İlqarın da sizə bəzi sualları olacaq. Əlbəttə. Buyurun. Buyurun. Bəzi göstəricilər məndə maraq oyandırdı. Odur ki, sizə Əyləşin Fatimə. bir iki şey göstərəcəm. Başa düşmədim. Burada nə baş verir? Ayka, keç içəri. Gül hamıza çay gətir. Anar, Ayka, görürsən ki, işləyirik. görürəm, kör deyiləm. Amma bilmək olar nəyin üzərində belə cəmfəşanlıq eləyirsiniz?
Bu şirketimizin biznes planıdır. Fatıma hazırlayıb. Anar, deyəsən o biznes planla bağlı heç bir tapşırıq almayıb axı. Hə, almayıb. Fatimə bunu öz təşəbbüsü ilə eləyib. Axı biz bunu başqa adama tapşırmışdıq. Hə, Gülə? Fatimə sizi sığortalayıb. Necə? Niyə? Elə ona görə bəzilərindən fərqli olaraq Fatimə işinə məsuliyyətlə yanaşır. Yaxşı, heç eybi yoxdur. Gedək Gülə. Bax, buna deyərlər qurşaqdan aşağı zərbə. Bu ona dərs olar. O məsəl var idi. Tövbə. Ayıbdır. Yaxşı, düzdür. Davam eləyək. Fatimə harada qalmışdıq? Bu kəndçi qızı nəinki öz yerində qaldı. Üstəlik əvəz olunmaz işçiyə çevrildi. Bugün sabah çıxardıb başlarında tuzuracaqlar. Möhkəm qızdır. Belə getsə, sən hara gedirsən? Sən ötürürəm də. İndi biz neyniyək? Neyniyək? Məndən niyə soruşursan? Get əyləş öz yerində. Get öz yerində əyləş. Başlı sal aşağı öz işinlə məşğul ol. Hamı necə sən də elə. Ayka, narahat olma, hər şey yaxşı olacaq, görərsən. Fatimə, sizdən çox razıyam. Biznes plan əla çıxıb. Həyatımda birinci dəfədir ki, belə mükəmməl işlə rastlaşıram. Razıyam. Teşekkür eləyirəm. Biz sənə təşəkkür edirik. Bir də istəyirəm ki, Fatimə, bugünkü səhmdarların iclasında siz də olasınız. Biznes planı da götürün. Hər ihtimala qarşı qoy yanımızda olsun. İndi isə gedib istirahat eləyə bilərsiniz. Oldu. Hə, Fatimə, iclas saat 6-da başlayır. O vaxta qədər gedib dincələ bilərsiniz. Çox sağ olun Anar müəllim. Da. Vəziyyət çətindir. Bu eybəcər deyəsən sənə vurulub. Doğrudan, mən heç bilmirdim. Nə qədər gizlətsən də həqiqət həqiqətdir. Bu eybəcər, daha doğrusu, estağfurullah, şeytan balası sənə aşık olub. Birincisi bu boş-boş söhbətlərdir. İkincisi də ki, tutaq ki, lap elədir. O nə birincidir, nə də axırıncı. Üçüncü. Fatimə çox ağıllı və savadlı qızdır. Mənim ona ehtiyacım var. Görürsən? Bir işçi kimi. Səni. Eşidirəm sizi Valih müəllim. Əhvalınız necədir Arif müəllim? Əhvalımın necə olduğunu yəqin ki təsəvvür edirsiniz. Məndə hər şey qaydasındadır. Siz necəsiz? Məndə belə desək hər şey normaldır. Elə bil tikan üstə oturmuşam. Əmin olun ki, iclasdan sonra hər şey normal yox, süper olacaq. Əlbəttə yaxşı olacaq. Əgər siz mənim yeni layihəmi Anar Musayevə təqdim edib və onu imzalamağı tərik edəndə, bax onda şampan partlatmağın yeri var. Bağışlayın, söhbət hansı layihədən gedir? Əzizim Arif müəllim, sizdən fərqli olaraq mən əldə etdiklərimlə kifayətlənmirəm. Mən elə yeni bir layihə hazırlamışam ki, onun sayəsində günü bugün bu holdinqin
qəbrini qazmaq olar. Əlbəttə ki, qəbir qazan rolunda siz olacaqsınız. Dayanın, belə çıxır ki, mən bütün vaxtımı boş-boşuna keçirmişəm, bəs mənim əməyim? Axı, mən özümü qurban verib o qədər işlər görmüşdüm. Bu hesabatı hazırlamaq hər oğlanın, üzr istəyirəm, hər kişinin işi deyildi. Mən kompüterdə bütün rəqəmləri dəyişmişdim. Əzizim Arif müəllim, narahat olmayın. Sizin fəaliyyətiniz bizim planın vacib hissəsi idi. O ki, qaldı yeni layihə. Burada demək olar ki, sizdən heç nə tələb olunmur. Siz sadəcə olaraq dilinizi işə salmalısınız. Anarı inandırmalısınız ki, bu layihə olmasa bütün şirkət dağıla bilər. O buna razılıq versə, hesab edin ki, ölüm hökmünə qol çəkmiş olur. Saat 6'daki iclasdan xəbərin var da yəqin ki, hə? Ay qız, eşitmirsən məni? O gözlərini bəlkə jurnaldan çəkəsən. Axı sənə söz dedim. Nəsə istəyirsən? Mən səndən nə istəyəcəm ki? Sadəcə olaraq soruşdum ki, saat 6'daki iclasdan xəbərin var. İçkiləri mən hazırlamışam. İmkan olsa konferans salına bax. Əlbəttə. Başa düşürəm, mən həmin layihəyə nə vaxt baxa bilərəm? Mən bugün iclasdan sonra onu kabinete getirirəm. Başa düşürəm, əlbəttə elə mən özüm də tikan üstündəyəm indi. Arif müəllim, mənə təkcə inanmaq lazım deyil, həm də güvənmək lazımdır. Mən sizin atanızam. Nə? Heç. İclas qabağı affekt idi, affekt. Arif müəllim. Başa düşdüm. Bəli. Hələlik. Size Allah bağışlayın. Deyəsən mane oldum. Eybi yoxdur, işinizdə olun. Hə, yer gəlmişkən hesabatları paylaşdırın ki, hamıya çatsın. 10 dənə çap eləmişəm. Lazım olsa yenə gətirirəm. Bəli, əlbəttə. Təşəkkür edirəm Fatimə xanım. Gözəldir. Adam lap dəli eləyir. Gözəl xanım, gözəl gölə layiqdir. Təşəkkür edirəm Vüsal. Deyirəm sən bu diqqətindən heç geri qalmırsan da. Çox tərsən, Vüsal, çox. Tərsliyi mənim pis vərdişlərimdən biridir. Neyniyim Seva? Mən də beləyəm. Bilirsən, gülü alan xanım üstündə bonus qazanır. Doğrudan? Nə bonusdu elə? 2 nəfərlik şam yeməyi. Hara dəvət eləyirsən?
Özün seç. Nədir Vüsal, olmayan maaş almısan? Tutaq ki, almışam. Bunun sənə dəxli var. Dəvət edirəm və salam. Ola bilər. Ola bilər. Ay Allah, sənə qurban olum. Of Vüsal. Sənə nə qədər öyrətmək olar? Nə oldu? Yenə nə isə səhv edin? Bax, qulaq as. Əgər qadın deyirsə ki, ola bilər, deməli hardasa mümkündür. Əgər deyirsə yox, deməli ola bilər. Əgər qadın deyirsə hə, deməli o nə qadındır ki, o saat əriyir. Deməli şam eləyəcəyik. Əgər iclas tez qutarsa, deməli ola bilər ki, şam elədik. Bir dəqiqə. Nəsə başa düşmədim. Qəliz oldu. Deməli, əgər iclas tez qutarsa, demək olar ki, biz şam yeməyinə gedəcəyik. Əgər iclas gec qutarsa, şam yeməyindən söhbət gedə bilməz. Sənin ağlın mənim ağlımdan itidir. Amma de görüm, bu dediklərindən özün bir şey başa düşdü. Ola bilər. Əziz dostlarımız, şirkətimizin necə deyərlər, kompanyonları. Sizi bugünkü toplantımızda görməkdən qürur duyuruq. Bəzi partnyorlarımız bugün burada iştirak eləmir, çünki onlar ölkəmizin hüdudlarından kənardadır. Amma onların hər biri ilə ayrı-ayrılıqda telefonla danışmışam. Bundan başqa şirkətimizin prezidenti Nadir Musayev də sizin hamınıza öz salamını çatdırır və uğurlu əməkdaşlığımıza davam edəcəyini bildirir. Etiraz eləmirsinizsə iclasımıza başlaya bilərik. Bilirsiniz ki, hər gün sonunda şirkətimiz hesabatlar hazırlayıb kompanyonlara göndərir. Əgər aranızda kimsə vaxt tapıb hesabatla tanış olmayıbsa, xahiş edirəm qarşınızdakı sənədlərə göz gəzdirin. Kiminsə iradı və yaxud əlavəsi varsa buyursun. Mən hamınıza qulaq asmağa hazıram. Məncə hesabat yaxşıdır. Dəqiq və səlistə alınıb. Siz necə fikirləşirsiniz? Mən də razıyam. Həmişə olduğu kimi. Təşəkkür edirəm. Məni maraqlandıran Türkiyədəki işlərimizdir. Nə qədər ki, Nadir müəllim müalicə kursu keçir, məsələn, mən elə özüm gedib orada lazım olan adamlara görüşə bilərdim. Çünki mənim Türkiyədə çox güvənli və güclü əlaqələrim var. Və mən bununla bacarıq və biliyimi şirkətimizin inkişafına yönəltmək istəyirəm. Çox sağ olun. Bizə kömək lazım deyil. Bizə dəstək lazımdır. Əsl dostun mənəvi dəstəyi. Ay Vüsal, dəlisən? Qorxdum, ürəyim çıxdı. Biz necə də utancağıq. Yaxşı, bağışla. Biraz qorxutmaq istədim. Get hazırlaş, gedirik. Hara? Bütün rəhbərlik buradadır, hələ iclas davam edir. Bir yoxdur, mən gözləyərəm. Tez qutararlar. Sağ olun, sağ olun. Sağ ol. Sağ olun. Sağ olun. Sağ olun. Hə, nə deyirsən? Deyəsən, mədəmizin də qayğısına qalmaq vaxtı gəlib çatıb. Hı? Hansı restorana gedirik? Bugünün qalibi sənsən, odur ki, özün seç. Mütləq, düz deyirsən. Başım o qədər şişib ki, deyəsən, mədimə ağırlıq edir. Amma əvvəlcə gərək Ayka ilə görüşüm. Sonra gedib oturarıq. Səhərə qədər yeyib içərik. Aykanın yanında nə qədər olacaqsan?
Saat yarım. Uzağı 2 saat. Əla. Onda ailə qayğılarını həll eləyən kimi mənə zəng eləyirsən. Mən də görüm bu 2 saatı necə öldürürəm də. Hə, bir də bəlkə qoltuğuma bir nəfər də vurub gətirdim. Uğurlar brat. Anar müəllim. Fatimə, siz gedə bilərsiniz. Anar müəllim bağışlayın, amma mən sizlə mütləq danışmalıyam. Bugünkü hesabatla bağlı. Fatimə, indi yox da. Hesabatlardan başım şişib. İndi bir kəlmə də iş barəsində danışmaq istəmirəm. Vəssalam. Sabah gələrsiz, oturub söhbət eləyərik. Sağ olun. Hələlik. Arif müəllim, Bəli. o qız kim idi? Kim? Ha, o eybəcəni deyirsiniz. Təzə katibədir. Təsəvvür edirsiniz, anar hesabatı ona həval eləmək istəyirdi. Amma deyəsən, doğrudan da ağıllıdır. Baxışlarla mənə meydan oxuyurdu. Mən elə baxır, elə bil Qulyabani katibə yox, xüsusi qabiliyyətə malik peşəkar əməkdaşdır. O savadlı qızdır. Ağıl da başındadır. Yəni bir sözlə desək, hər şey göründüyü kimi deyil. Ola bilər. Ola bilər. Amma hər ehtimala qarşı gözünüzü dörd açın. Necə deyirlər? Ehtiyat mühasibin yaraşığıdır. Onun çokluk pulu var, benim elim taşımış. Onun kullukçusu var, benim belim taşıyor. Benim belim taşıyor. Göz